o inflyasiyanın tam əksidir. Məhsul və xidmətlərin qiymətlərinin davamlı və uzun müddətli olaraq ucuzlaşmasıdır. Normal bir vətəndaş kimi kənardan baxanda bu qulağa çox xoş gəlir. İnsanlar düşünür ki, hər şey ucuzlaşır, deməli maaşımla daha çox şey ala bilərəm. Lakin makroiqtisadi baxımdan deflyasiya hər bir dövlət və mərkəzi bank üçün inflyasiyadan daha qorxulu, daha dağıdıcı bir kabusdur. Bunun səbəbi insan psixologiyasıdır. İnsanlar və şirkətlər hər şeyin sabah və ya gələn ay daha ucuz olacağını anladıqda, böyük xərcləmələrini daima təxirə salırlar. Bugün niyə avtomobil alım ki? Onsuz da gələn ay 10% ucuzlaşacaq deyə düşünürlər. Hər kəs xərcləməyi dayandırıb, pulunu yastıq altında saxlayanda şirkətlər heç nə sata bilmir. Gəlir əldə etməyən şirkətlər kütləvi şəkildə işçiləri ixtisar etməyə, xərcləri qısmağa başlayır. İşsiz qalan insanların onsuz da xərcləməyə pulu olmur və tələb bir daha çökür. Bu dağıdıcı proses iqtisadiyyatda deflyasiya spiralı adlanır. Bir dəfə bu spirala düşən iqtisadiyyatı oradan çıxartmaq 10 illiklər tələb edə bilər.